Agatha Christie elə bir yazardı ki, mənə görə. Mən elə bir ki, seriala baxıram. Hər dəfə oxuduqca saxlayıram, tutalım ki, kitabı. Bizə oxudum, bugünlük yetər, saxlayıram. O serial kimi gələn dəfə məni o dərəcədə həyəcanlandıran yazarlardan biridir. Üç pərdəli faciə də məni həyəcanlandırdı. Amma hardasa bir 50 hardasa bir 50 səhifəyə qədər biraz sıxıldım. Yəni yalan deməyəcəm, bir damcı sıxıldım. Biraz adlar ürəyimcə olmadı. İşləyəsən də Aytac. Sıxıcı adlar idi. Bir də ki, hansı qətl baş verir. Üçün içəridə 10 nəfərsiz, qətl baş verdi. Və 2 nəfər durduq yerə başlayır söhbət eləyir, 2-3 nəfər başlayır qatili axtarmağa. Bu biraz mənim üçün mənasız oldu. Sizə kim ixtiyar verdi? Ümumiyyətcə hardan bildiniz, hardan belə qənaətə gəldilər ki, siz ümumiyyətcə günahsızsınız? Biraz mənim məntiqli olmadı. Amma və düzdür, yəni axtarış zamanı özlərini də bu siyahıya daxil edirlər sözsüz. Yenə də Poirot, sən bir dahisən həqiqətən və xəfiyyəlik o qədər maraqlıdır ki, doğrudan da insan belə düşünür ki, sən bunu hardan düşündün? Sənin ağlına bu necə gəldi də? Yəni mən oxuyuram, mənim ağlıma elə bir şey mənim ağlıma gəlmir. Gəlsə mən də Poirot olardım, yox heç. Belə maraqlı əsərlərdəndir. Demişdim oxuyub bitəndən sonra sizlə bölüşəcəm fikirlərimi. Oxuya bilərsiniz. Poirot, məni tap.